Tamaşaçılar, bu dəfə Azərbaycanımızın səsi Avropanın mərkəzi, Macarıstanın paytaxtı Budapeştdən gəldi. Belə ki, Budapeştdə fəaliyyət göstərən Etnografiya Muzeyində Azərbaycan xalçaları ənənədən müasir incəsənətə adlı sərginin açılışı oldu. Onu da söyləyək ki, sərgi bu ilin, daha doğrusu bu ayın sonuna qədər, təxminən iyulun 26-sına qədər davam edəcək. Buyurun, iştirak edə bilərsiniz, orada yaşayan soydaşlarımız olsun, tələbələr olsun. Biz isə sərgi haqda açılış, məqsəd, məram, sərgidə yadda qalan məqamlar, bu haqda suallarımızı ünvanlamaq üçün studiyamıza bir əziz qonağımızı dəvət etmişik. Qonağımız isə Milli Xalça Muzeyinin direktoru Əminə xanım Məlikovadır. Əminə xanım, xoş gördük sizi. Əvvəla təbrik edirik. Bax, belə bir gözəl uğur münasibəti ilə bilirik ki, bu çox böyük zəhmət hesabına başa gəldi və buyurun, mənə gəlir ki, sizin söyləyəcəkləriniz çoxdur bizə. Çox sağ olun Rəşad bəy, təşəkkür edirəm, salamlayıram sizi, hörmətli tamaşaçılarımızı. Bu gözəl küləkli yay günündə sizin studiyanızda çox gözəl, həmişəki kimi gözəl bir ab-hava var. Təşəkkür edirik, sağ olun. Burada olmaq çox xoşdur və tamaşaçılarımıza bütün bizim layihələrimiz haqqında hər zaman bəhs etdiyiniz üçün sizə dərin minnətdarlığımı bildirirəm. Bəli, bu il bizim üçün çox məhsuldar il oldu. Ümumiyyətlə, bu il bizim üçün əhəmiyyətli və vacib illərdən biridir. Çünki muzeyimizin banisi, xalça ustası, dünyaca tanınmış pedaqoq və xalça eksperti Lətif Kərimovun bu il yubileyi qeyd edilir və 30 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin tərəfindən bir sərəncam imzalandı. Bu sərəncama əsasən bu ildə Lətif Kərimovun yubileyinə həsr edilmiş tədbirlər keçiriləcək. Və bu il demək olar ki, bizim muzeyimizdə keçirilən tədbirlərin əksəriyyəti Lətif Kərimovun xatirəsinə, onun həyatı və yaradıcılığına həsr edilib. Ola bilər ki, bizim gənc nəsil o qədər də yaxşı tanımır Lətif Kərimov kim idi. Ona görə bizim də borcumuzdur bunu hər zaman bizim gənclərə çatdırmaq. Lətif Kərimov o insan idi ki, bizim xalçaçılıq sənətimizi elmə yüksəldən bir insan idi. Onu teoriyaya çevirən bir insan idi və bugün Azərbaycan Xalça Muzeyi dünyanın ilk xalça muzeyidir və təbii ki, biz o insana hər zaman minnətdarıq. Onun ideyası idi ki, Azərbaycanda məhz dünyanın ilk xalça muzeyi açılsın. Və siz düz qeyd elədiniz, iyunun 26-sında Macarıstanın paytaxtı Budapeşt şəhərində Etnografiya Muzeyində, Macarıstanın Milli Etnografiya Muzeyində. Eprazi Muzeyum, onlar belə adlandırılır. Bəli, Macar dilində elədir. Onu da qeyd etmək lazımdır ki, nəinki Macarıstanın, ümumiyyətlə Avropanın ən aparıcı və ən qədim etnografiya muzeylərindən biridir. Məhz ona görə seçdiniz siz oranı? Təbii ki, bu muzey 1872-ci ildə təsis edilmişdi və 2022-ci ildə tam yeni formatda, yeni bir binada ziyarətçilərin diqqətinə açılmışdı bu muzey və bizim üçün də bu çox böyük əhəmiyyətdir. Çünki bizim xalçalarımız bütün dünyada məşhurdur. Mən bilirəm ki, sizin oğlunuz da orada oxuyur. Mən bilirəm ki, bizim çoxlu mərifətli Azərbaycan gəncləri oxuyur. Mən gedəndə də görürəm. Azərbaycan evi var orada. Çox fəaldılar gənclərimiz. Təbii ki, onlar, mənə elə gəlir ki, onlar da çox kömək edəcəklər ki, bu sərgini nə qədər çox adam ziyarət etsə, o qədər yaxşıdır. Çünki maarifləndirici bir sərgidir. Bu sərgidə ilk dəfə olaraq biz 17-ci əsrə aid olan Qarabağ xalçasını ümumiyyətlə Azərbaycandan kənara biz onu çıxartdıq və sərgi bu günə olan bizim müasir xalçaçılıq sənətimizin ənənəsini də göstərir. Orada biz multidisiplinar rəssam Mədinə Qasımovanın da əl işlərini göstəririk. Müxtəlif deməli incəsənət növlərində yaradılmış sənət işləri və Mədinənin orada
orada eskizləri ilə bizim ənənəvi texnologiya şöbəsində toxunulmuş xalçaları da göstəririk. Deməli 17-ci əsrdən gəlirik müasir dövrə. Çox böyük maraqla qarşılandı bu sərgi. Sərgi davam olacaq iyulun sonunadək, iyulun 26-sınadək. Ona görə çox vacibdir ki, bu muzey ziyarət olunsun həm bizim, həm yerlərimizlə. Mən bilirəm ki, yay aylarında çox insan Macaristana gedir. Bizim birbaşa uçuşlarımız var və s. Və dediyim kimi Avropadan çox turist gəlir ora. İndi bu turistik sezonunun ən yüksək nöqtəsidir. Əmdə xanım, gözəl məqama toxundunuz. Əcnəbilər, xüsusi turistlər bizim xalçaları necə qarşıladılar? Bax, orada olan təəssüratlar, sizin müşahidələriniz şəxsən mənə çox maraqlıdır, yəqin tamaşaçılara da. Çox böyük maraqlı. Onu da qeyd etmək lazımdır ki, bayaq biz Lətif Kərimovdan danışdıq. Bizim arxivlərimizdə həmən muzeyin 60-cı, 70-ci illərdə orada olan rəhbərliyi o qədər təşəkkürnamələr göndərmişdir Lətif müəllimin adına. Çünki Lətif müəllim öz dövrünün ən tanınmış, dünyaca məşhur olan xalça eksperti idi və təbii ki, etnografiya muzeylərində xalçalar çoxdur və o xalçaları öyrənmək lazım idi, onları düz atribusiya etmək lazım idi və Lətif müəllim çox maraqlıdır ki, o vaxt beynəlxalq şəbəkə mövcud deyildi. İngilis dilini bizim mütəxəssislər o qədər də yaxşı bilmirdi, amma ona baxmayaraq müəyyən bir ünsiyyət hər zaman var idi. Sənət insanları bir dil tapır. Bəli, və Azərbaycanda xalçaçılıq sənətinin mütəxəssisləri hər zaman çalışırdı və Lətif müəllim də onlardan biri idi. Ona görə bu muzey ilə bağlı bizim memorandumumuz da var. Artıq 3 ildir ki, Azərbaycan Milli Xalça Muzeyi və Macaristanın Milli Etnografiya Muzeyi arasında belə bir memorandum var. Amma bu kimi sərgi, böyük həcmdə bir sərgi ilk dəfə orada göstərilir. Onu da qeyd etmək lazımdır ki, bu sərgi Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycanın Macaristanda olan səfirliyi tərəfindən və təbii ki, bizim muzey tərəfindən təşkil edilmişdi. Çox gözəl sərgidə eyni zamanda ənənəvi tekstil nümunələri, milli geyimlər, daha sonra digər zərgərlik məmulatları, bəzək əşyaları, bax bunlar da sərgilənir. Mən istərdim Əminə xanım, diqqət yönəldək bu məqama ki, Azərbaycanda Türkoloji Qurultayının keçirilməsinin 100 illiyi ilə bağlı siz də öz töhfənizi vermişsiniz. Belə ki, bir mədəniyyət xəzinəsi, Divani Lüğət Türk sərgisi keçirilib. Bu barədə də siz özünüz danışın, zəhmət olmasın. Çox sağ olun. Artıq sel deyil ki, Azərbaycan neçə illərdir, neçə 10 illiklərdir böyük tədbirlərə, mötəbər tədbirlərə ev sahibliyi edir və iyun ayında Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin adını daşıyan, nəinki bizim respublikamızda, ümumiyyətlə regionda ən böyük mədəniyyət ocaqlarından biri olan Heydər Əliyev mərkəzində təntənəli şəkildə Türkoloji Qurultayın 100 illik yubileyi açıldı. Bir neçə muzey, onların arasında Azərbaycan Milli Xalça Muzeyi də ilk bizim sərgimizi biz orada təqdim elədik bu tədbirin iştirakçılarına və orada biz Pazırıq xalçasının replikasını ənənəvi texnologiya şöbəsində toxunmuş replikasını böyük maraqla qarşılandı. Kadrlarımız da səhv etmirəmsə oradandır. Bəli, bu sərgi... Hə, Vüsalə xan. Yox, bu milli muzeydə artıq açılan, bizim muzeydə açılmış, hələ o çərçivədə açılmış bir sərgi idi. Bu sərgini biz Yunus Emre İnstitutu ilə birlikdə elədik. Divani Lüğət Türk adlanır bu sərgi. 11-ci əsrdə yaşayıb yaradan bütün Türk dünyasının böyük alimi, etnoqrafı Qaşqari o vaxtı Türk elini pillə-pillə gəzərək Türk
lüğətini yaratmışdı və bugün də Türk dünyasının bunu filoloqlar təbii ki çox yaxşı bilir. Bugün də bizim hətta alimlərimiz, etnoqraflarımız, filoloqlarımız o lüğətə müraciət edir. Xüsusən də xalçaçılıq və etnoqrafiya, ümumiyyətlə dekorativ tətbiqi sənətdə çoxlu terminlər var ki, hələ o vaxtdan onlar istifadə olunur. Bugünkü günümüzə qədər. Bəli, və Türkiyədə, müxtəlif Türkiyənin bölgələrində yaşayan sənətkarlar bu kitabdan ilhamlanaraq öz sənət əsərlərini yaratmışdılar. Müxtəlif burada sənət növləri var, el sənət növləri, onların arasında xalçaçılıq, keçə sənəti, tikmə, oyma və s. kimi, toxuma, bəli, və çox maraqlı sərgi qarşılandı. Bizim ziyarətçilər, qonaqlarımız tərəfindən bu sərgi hələ də bir həftə davam edəcək və fürsətdən istifadə edərək. Ayın 13-ünə qədər dəqiq Bəli, bu ayın 13-ünə dək davam edəcək. Harada keçirilir? Bir daha dəqiq söyləyək. Bizim muzeyimizin 3-cü mərtəbəsində. Bəli, ümumiyyətlə mən tamaşaçılarımıza söyləmək istəyirəm. Bilirəm, çox insan bu yay mövsümündə artıq tətilə çıxıb. Bu da çox gözəl bir fürsətdir. Öz ailə üzvlərinizi, dostlarınızı, tanışlarınızı götürəsiz və muzeyə gələsiz. Çünki adətən digər mövsümlərdə iş daha gərgin olur. Çox müəssisələrdə ola bilər ki, vaxt olmur. Amma bu yay, gözəl yay günlərindən istifadə etmək lazımdır və bizim muzeylərimizə mütləq baş çəkmək lazımdır. Bilirsiniz, sözünüzə qüvvətli insan fiziki dincəlmək istəyir, bunlar öz yerində. Amma zehni olaraq o mənən dincəlmək, mənən bir balaca format olmaq, belə deyək də. Bu da bax, sizin kimi, sizin muzeyiniz kimi gözəl məkanlarda mənə gəlir ki, özünün əksini tapır. Əminə xanım, bir məqama da istərdim ki, diqqət yönəldək. Xalça muzeyində fashion show, zamanın naxışları adlı bir moda nümayişi keçirilirdi. Bu da işte təsadüfi deyil. Çünki bax, elə 100 illik ilə bağlı dediyiniz bir sıra məqamlarla bağlı, elə rəhmətli Lətif Kərimovun da bu yubileyi ilə bağlı düşünürəm ki, bu işlər hələ də azdır. Siz də bu işləri görürsünüz. Bəs bu fashion showda yadda qalan məqamlar, ümumiyyətlə siz özünüz razı qaldınızmı? Gənc modelyerlərin bax, bu işləri nümayiş olundu. Gələn qonaqlar nə dərəcədə razı getdilər oradan? Buyurun. Çox sağ olun Rəşad bəy bu suala görə. Əslində, təbii ki, ola bilər ki, o qədər də yeni bir ideya kimi yeni bir ideya deyil. Çünki etiraf edək ki, Azərbaycanda yaşayıb yaradan hər bir yaradıcı insanın onun fəaliyyətində xalça mövzusuna müraciət nə vaxtsa hansısa bir dövrdə qırmızı xətlə keçir. Keçib həyatımızdan. Bəli, mən indi baxırım, elə sizin qalstukunuzda müəyyən xalça motivləri var. Bu da çox təbiidir ki, Azərbaycanda xalçaçılıq sənəti o təkcə bir dekorativ tətbiqi sənətin bir növü deyil. O bizim xalqımızın fəlsəfəsidir. Həyat tərzidir. Bizim tariximizdir, bizim gözəlliyimizdir. Azərbaycan xalqı o qədər gözəlliyi sevən bir xalqdır. O da yəqin ki, bizim adət-ənənələrimizdən irəli gəlir, bizim iqlimimizdən irəli gəlir. Çünki coğrafi olaraq 11 mövcud olan iqlim zolaqlarından 9-unda bizim ərazimiz var. Ona görə də bizim xalçalarımız adətən coğrafi olaraq bölünür. Və hər bir xalça hətta kəndin adını hərdən daşır. Və siz təsəvvür edin ki, bir 200 il bundan əvvəl hansısa bir toxucu bir dəzgah qarşısına oturaraq o xalçanı toxumağa başlayaraq adətən xanımlar toxur bizim xalçalarımızı. Ola bilər ki, o xanım heç ömründə bir kitab da oxumayıb, amma o təbiətdən o qədər gözəllikdən ilhamlanaraq o gözəlliyi yaradır. Ona görə bizim yaradıcı insanlar, xüsusən də dizaynerlər və kreativ sənayedə çalışan insanlar təbii ki, heç olmasa nə vaxtsa mən əminəm ki, xalça mövzusuna, xalça ornamentlərinə müraciət etmişdi. Amma bu dəfə biz onlara bir çağırış elədik. Burada söhbət Azərbaycanın 15 aparıcı dizaynerlərindən söhbət gedir. Biz onlara dəvət elədik ki,
məhz bizim fondlarımızda, bizim ekspozisiyalarımızda işləsinlər və xüsusən bu yenə də Lətif Kərimovun yubileyi çərçivəsində təşkil edildi. Müəyyən bir konsept var idi. Tutaq ki, geyimlərdə xalça elementləri mütləq şəkildə olmalıdır. Yoxsa onları özlərinə buraxdınız bu fikirləri? 6 ay ərzində bu 15 dizayner, ona baxmayaraq ki, onların arasında yetərincəsinə artıq dünya səviyyəsində öz sözünü demiş dizaynerlər də var idi. Artıq 10 illiklərlə işləyən və Azərbaycanı çox yüksək səviyyədə təmsil edən, müxtəlif ölkələrdə, cəflələrdə təmsil edən dizaynerlər də var idi və gənc dizaynerlər də var idi. Onlar bir araya gələrək çiyin-çiyinə bizim əməkdaşlarla bizim fondlarımızda işləyiblər və bizim bir konsept, ümumiyyətlə xahiş var idi ki, məhz bizdə qorunub saxlanılan xalçalardan, ornamentlərdən istifadə etsinlər. Bu bizim üçün çox vacib idi. Nə gözəl. Bax, kadrlara, üzr istəyirəm, müdaxilə etdim. Kadrlara baxırıq, rejissorlarımız gətirib ekrana. Baxın, əziz tamaşaçılar, nə gözəldir bunlar. Mənə elə gəlir ki, çox zövq verdi bu layihə, həm dizaynerlərin özlərinə, təbii ki, bizə gələn ziyarətçilərə. Çünki biz sonra bir neçə gün o libasları, o geyimləri biz ekspozisiyamızda göstərdik və bizim bütün sosial şəbəkələrdə olan səhifələrdə də biz hər bir dizaynerin səhifəsini də orada qeyd elədik ki, bizim insanlar bilsin, deməli, hər zövqə, mənə elə gəlir ki, hər zövqə olan geyimlər var idi orada və təkcə xanımlar üçün yox. Orada bizim bir bəy dizaynerimiz də var, Əcəmi, Azər adında, Əcəmi Style brendi. Onun orada bir neçə çox maraqlı xalçadan düzəldilmiş, deməli, üst geyimləri də var idi. Bəli, bəylər üçün və sonra o hətta bizim fondlarımızda nümayiş edildi. Ona görə mənə elə gəlir ki, bugün xalça motivlərindən, xalçalarımızın ornamentlərindən biz üst və ümumiyyətlə geyimlərimizdə onlara müraciət etsək, o hansısa bir ola bilər ki, milli mənsubiyyətimizi göstərir və bu çox gözəldir. Çünki biz adətən deyirik ki, müəyyən bir kod var orada bizim əcdadlarımızın bugünə və mən hər zaman bizə gələn ziyarətçilərimizə, xüsusən də gənclərə deyirəm ki, hərdən çox bizi narahat edən suallara cavablar, məsələn, bizim zəngin milli mədəni irsimizdədir. Sadəcə onu biraz daha ətraflı öyrənmək lazımdır. Ona görə bizim gənclərimizi də, xüsusi olaraq gənclərimizi də hər zaman çağırıram bizim muzeylərimizə ziyarət etsinlər. Çox doğru söylədiniz. Məsələ gəncləri qeyd elədiniz. Rəhmətli ulu öndərimiz də söyləyirdi ki, gələcək gəncliyindir. Bax, bu mövzuda gənclərə bir istiqamət vermək, gənclərə bir yol göstərmək, bu duyğuları, bu gözəllikləri gənclərə aşılamaq həqiqətən də çox gözəl bir işdir və biz bu işdə Əminə xanım sizə uğurlar arzulayırıq. Söylədiyimiz kimi söhbətimizin əvvəlində və hər zamanda Səhər Çağı kollektivi olaraq yanınızdayıq. Xatırladaq ki, Milli Xalça Muzeyinin direktoru Əminə xanım Məlikovanın söylədikləridir. Bax, bunlar bir sıra tədbirlər keçiriblər. Həm Budapeştdə, həm də paytaxt Bakıda və bu tədbirlər haqqında Əminə xanım bizə ətraflı məlumat